Hardasa bir 10 gün bundan qabaq belə bazar fason bir şey var. Orada çiyələ gəldim. Bu vağzalın, dəmiryol vağzalının üstündə kilosu 3 manata satılırdı. Və 2 gün sonra getdim, gördüm ki, çiyələk 6 manatadır. Milli Şuranın sədri, Azərbaycan müxalifətinin lideri Cəmil Həsənli danışır. Tarix elmləri doktoru, professor Cəmil Həsənli. Bazar fason bir yerdən çiyələk aldığını deyir. Əvvəl 3 manata, sonra da 6 manata. Niyə bunun üzərində dayanmaq ehtiyacı hiss elədik? Təqribən bir saata yaxın müsahibə verib. Və o müsahibənin, o bir saatlıq danışığın içində yeganə, düz olan bax bu çiyələk məsələsidir. Əvvəl 3 manat, sonra da 6 manat. Dediyi bütün digər məsələlər hamısı yanlış. Təsəvvür eləyin, bir siyasətçi, bir alim danışır və dediklərinin hamısı yanlışdır. Bilmədiklərini danışır. Yəni adi adamların deyə bilmədiyi, hətta adi adamların deməyəcəyi şeyləri söylüyor və bir məsuliyyət də hiss eləmir ki, bəlkə bunu dəqiqləşdirim, bəlkə dəqiq bildiyim şeyləri deyim. Ümumiyyətlə, adi adamlardan savadlı adamın əsas fərqi nədir? Onlar adətən bildiklərini danışırlar. Söhbət alimlərdən getmir, professordan, dünya şöhrətli alimdən getmir. Adi savadlı insanlar adətən başqalarından fərqli olaraq yalnız bildiklərini, dəqiq bildiklərini danışırlar. Cəmil Həsənli isə bu qədər titul olmasına baxmayaraq hər dəfə bilmədiyi şeyləri danışır. Və bir mütəxəssis kimi elə həmin müsahibədə Serbiyada prezident seçkilərinə münasibət bildirir. Və bir mütəxəssis kimi proqnoz vermək qərarına gəlir. Və deyir ki, Macarıstanın baş naziri seçkiləri uduzdu. İndi növbə Serbiyanın prezidentinindir və çox güman ki, o da seçkilərdə iştirak edib məğlubiyyətə uğrayacaq. Bir ekspert ədasından, bir mütəxəssis bu məsələləri dərindən bilən bir insan ədası ilə danışır. Amma əvəzində mənə elə gəlir ki, mən hardasa gördüm Vučićin deyəsən ya İlham Əliyevlə ya da kimdən Serbiyanın. Telefon bəli Serbiyanın rəhbərini və yer gəlmişkən deyim ki, onun da getməsi gözləndir. Və qarşıdakı düzdür, o vəd vermişdi ki, 26-cı ildə seçkiyə gedə bilər. Onun seçki vaxtı 27-ci ildir. Mən bilmirəm, o sözün tutacaq ya tutmayacaq. Amma növbəti deməli vəzifəni tərk edənlərdən biri yəqin ki, Vučić olacaq. Cəmil Həsənli hardasa görüb, yaxud eşidib ki, Serbiyanın prezidenti kimlənsə telefonla danışıb və proqnoz verir ki, yəqin hakimiyyətdən gedənlərdən biri də Serbiyanın prezidenti Vučić olacaq. O növbəti seçkilərdə Orbanın arxasınca məğlub olacaq. Proqnoz verir. Özünü mötəbər, bilici kimi göstərmək istəyir. Ancaq diqqətlə qısa bir mətni də oxumaq əziyyətini özünə vermir. Oxusa, görərdi ki, orada yazılıb ki, Serbiya konstitusiyasına görə Vučićin artıq seçkidə iştirak etmək səlahiyyəti yoxdur. 2 dəfə prezident seçilib və növbəti seçkidə Vučić iştirak etməyəcək. İştirak etmədiyinə görə də Cəmil Həsənlinin proqnozuna da ehtiyacı yoxdur. Çünki iştirak eləməyən adamın
qalib gəlmək ehtimalı yoxdur. Və Vučić deyib ki, mənim səlahiyyət müddətim 2027-ci ildə bitir, ancaq 2026-cı ildə seçki təyin etmək öhdəliyi götürürəm. Yəni hakimiyyətdən vaxtından əvvəl getmək düşüncəsini də çatdırıb. Eyni zamanda ona olan müraciətləri nəzərə alıb, onu da deyib ki, ola bilər baş nazir olub-olmamaq barədə də bu müddətdə düşünüm. Bundan ibarət. Və adi adamların mətni oxumadıqlarını, verilən informasiyalara diqqətlə qulaq asmadıqlarını biz adi şey kimi qarşılayırıq. Çünki adi insanlar özlərinə o əziyyəti vermirlər. Heç nəyin dərinliyinə getmirlər. Deyəsən belə bir şey eşitdim, deyəsən deyirdilər. Alim bunu deyə bilməz axı. Alimin elə insanlar digərlərindən fərqi ondadır ki, o dərinliyə iner həmişə. O hər şeyi diqqətlə oxumağa çalışar. Diqqətlə öyrənməyə çalışar və bir şeyi düşünər ki, mən səhv eləyərəm, ayıb olar. Mən yanlış deyərəm, adıma, yaşıma, mövqeyimə yaraşmaz. Və utanar, xəcalət çəkər. Çox təəssüf ki, bu keyfiyyətləri biz Azərbaycanda böyük alim sayılan, hətta dünya şöhrətli alim kimi bəzən təqdim olunan Cəmil Həsənində görmürük. Və hər çıxışı bu cür yanlış, dəqiqləşdirilməmiş, diqqətlə oxunmamış məlumatlardan ibarətdir. İnsan nə vaxtsa bir özünə qulaq asıb utanmazmı? Nə vaxtsa özünün dediklərinə qulaq asıb, nəysə bir dəqiqləşdirmək üçün bir də baxmazmı ki, görəsən Serbiya konstitusiyasında bir adam neçə dəfə prezident seçilə bilər? Çoxmu çətindir bu? Ancaq o çıxışda yanlış olan bir bu Serbiya məsələsi deyil. Əgər olsaydı heç ona əhəmiyyət də verməzdik. Digər məsələlər də yanlış deyir ki, onların da üzərində ayrıca dayanmaq lazım.